İzləyicilər, qəhrəmanlar deyir, Biləsuvarın Günəşli kəndində Qəhrəmanlar küçəsi, Nihat Babayev, Tehran Cəfərov və Vüsal Qəmbərlinin adına olan küçəyə şəhidimiz vətən uğrunda canından keçən təki vətən sağ olsun deyən Vüsal İlkinoğlu'nun bugün mövlud gündür, mövludu mübarək olsun. Dəyərli şəhid valideynləri, qarşınızda baş əyirik. Bugün rahat, sərbəst gəziriksə, torpaq altında yatan sizin kimi qəhrəman ataların övladları, qəhrəman oğulların hesabına bu rahat azadlığı əldə etdik. Bu günləri şəhidimiz vətən uğrunda canından keçən Vüsal Qəmbərlinin mövlud günüdür. Allah mövludun mübarək eləsin. Sizin kimi qəhrəman şəhid ataların görəndə qürurlanırıq. Valla fəxrlə hər zaman sizlərin qarşısında baş əyirik. Bugün istərdik ki, bax sizin kimi qəhrəman atalardan söz götürək. Şəhidimiz Vüsal Qəmbərlinin mövlud günündə Nihat Babayevin atası Akif kişidən ilk sözü götürür. Buyur. Allah şəhidimizi rəhmət eləsin. Anasına, atasına uzun ömür, can sağlığı verir. Biz bu qapıya toy niyyətinə gələk, Allah qoysa inşallah. Subayların toyuna gələk. Allah şəhidlərimizi rəhmət eləsin. Sənə də uzun ömür, can sağlığı verir. Vüsal. Çox sağ ol Akif. Əziyyət çəkirsən. Borcumdur. Borcum. Şılandırırsan, göstərirsən. 6 ildir bizdən yaxlaşır. Biz də bir yerdə işləyirsən. Sağ ol, çox sağ ol. Təşəkkür ederim. Rəhmət eləsin. Var ol, var ol. Üzeyirəm, buyur. Allah sizin şəhidlərin cənnətliyi, ruhlarını şad eləsin. Bu Vüsal balamızın və onun timsalında olan cəmi şəhidlərin mövludları mübarək olsun. Yerdə qalan ailəsinə can sağlığı. Sənə də ki, minnətdarız, çox sağ olun. Çox sağ ol. Təmənnasız bir kişisən, həqiqətən də. Borcumuzdur. Şəhidimiz Ruslan Qurbanovun atası Üzeyir kişi idi. Allah şəhidimizin ruhunu şad eləsin. Osman qardaşımızın atası Zeygəm kişidən söz götürmək özümüzə borcumuz. Allah ömrünü mübarək etsin. Atasına, anasına səbir diləyirəm. Allah şəhidlərimizi rəhmət eləsin. Allah sənin də canını salamat eləsin. Çəkir. Borcumdur, var olasın. Təşəkkür. Evin yeganə övladını vətən uğrunda qurban verən Müşfiq qardaşımızın atası Zakir dayıdan söz götürmək özümüzə borc veririk. Buyur. Bir şəhid Vüsal balamızın cənnətdəki mövlud günündə. Allah onun mövludu mübarək olsun. Amin. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Bu günləri Vüsal balanın ocağına yığışmışıq və onu ziyarətinə gəlmişik. Allah ziyarətimizi də qəbul eləsin. Allah atasına, anasına, əzizlərinə, yaxınlarına səbir versin. Allah sənin də canı salamat eləsin. Çox sağ ol. Çəkib işıqlandırırsan. Borcumdur. Çox sağ olun, sağ olun. Var ol canım orada, var olsun. Qoqasına da çəkəcəm, getmə. Şəhidimiz Rövşən Eynullayevin atası Elşən əmi istərdik bir iki kəlmə deyilsin. Allah cəm şəhidlərimizi